Yine bir avtomobilimiz Kia Sorento 2016-cı il elektron əyrət sistemi ilə problemi ilə yaxınlaşıb yanımıza. Gördüğünüz kimi elektron əyrət sisteminin platası, motoru və şesteması və trosları. Avtomobilimizdə problem nədən ibarət idi? Avtomobildə problem sol tərəf arxa təkər ilişmişdi. Yəni daim rusnoy vəziyyətində qalmışdı. Və bu səbəbdən yaxınlaşıcı problem var. İlk öncə belə problemlərlə rastlaşmışsa və ya qarşınıza çıxıbsa və ya sizin avtomobilinizdə də belə problem varsa, ən birinci nüans arxa rusnoy nakladkalarıdır. Yəni arxa rusnoy nakladkaları bu modellərdə fərqli olur, arxa nakladkaları fərqli olur. Gördüyünüz kimi arxa rusnoyun vəziyyəti bu vəziyyət. Arxa rusnoy nakladkalarının vəziyyəti budur. Ona görə də müştərimiz vaxtında bunu dəyişmədiyinə görə belə bir problem yaranıb. Problem nədən ibarət idi? Elektron əyrət sisteminin bu motoru, balaca motor çıxıb. Sıradan çıxmışdı. O da nədən ibarət idi? Nakladka yedib, troslar pasiyanlı daran vəziyyətində qaldığına görə, nasteşkada qaldığına görə motor sıradan çıxmışdı. Biz bu motoru yenisilə əvəz elədik. Üstünə stonovka eləmişik, yerdə hal-hazırda yoxlamışıq. Şükür Allah qaydasında da işləyir. İndi Allahın izni avtomobilin üzərində quraşdırıb, diagnostika vasitəsilə parametrlərdən düzgün uyğunluğu seçib, avtomobilin üzərində yoxlayacaq və müştəriyə təhvil verəcək. İlk öncə sizin də əgər avtomobilinizdə belə bir problem varsa, elektron əyrət sistemində problem əziyyət çəkirsinizsə, probleminiz varsa, birinci əyrət nakladkaları, rusnoy nakladkalarına nəzər edin. Bu problem sonra sizə baha başa gəlib oturur. Ona görə də zəhmət olmasa, bundan da istifadə edildə mütləq surətdə məsləhət edilir ki, orijinal ehtiyat hissəsindən istifadə edərsiniz. Yəni, orijinal olduqda nakladkanın üst örtüyü qopur, gördüyünüz kimi qopur. Yəni, buna baxın, qopub, barabanla arasında düşür və barabanda da mütəmadi problemlər yaradır və ondan sonra xərci çoxdur. İşlədin. Bırakın.